Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1992-ci il təvəllüdlü Niyaməddin həmkəndlisi Zaura xəsarət yetirib. Hadisə Ordubad rayonunun Nüsnüs kəndində baş verib. Niyaməddin həmkəndlisi Zaur ilə şəxsi münasibətlər zəminində sözlü mübahisə edib. Mübahisə zamanı Zaurun sifət, baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə yumruq zərbəsi vurub. Hadisəni törədən Niyaməddinin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Niyaməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, Ordubad rayonunun Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri birlikdə həmin kənddə yaşayıb, subay olub, ailəsini dolandırmaq məqsədi ilə gündəlik işlərə gedib. Hadisə günü yaşadığım kənddə xalamoğlunun toy məclisinə dəvət olundum. Həmin gün saat 11 radələrində dəvət olunduğum toy məclisinə getdim. Həmin toy məclisinə dəvət olunan qonaqların masalarına baxaraq toya gələn qonaqlara qulluq etdim. Bu qədər keçdikdən sonra həmin toy məclisinə həmkəndlim Zauru gördüm. Orada olan qonaqlara qulluq edərkən Zaur mənə bir neçə dəfə kinayə ilə baxdığını gördüm. Zaura onunla küslü olduğum üçün mənə baxmamasını bildirdim. Həmin vaxt Zaurla birlikdə toy mağarından çölə çıxaraq orada bir qədər uzaqlaşdıq deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Zaurla arasında sözlü mübahisə yaranıb, daha sonra tanımadığı bir neçə nəfər şəxs Zaura yaxınlaşaraq oradan uzaqlaşdırıb. Mən daha sonra yenidən toy mağarına geri qayıdaraq orada olan qonaqlara qulluq etməyə davam etdim. Bir saat keçdikdən sonra Zaurla söhbət etmək üçün onun yaşadığı evin önünə getdim. Zaurun yaşadığı evin küçə darvazasının önündə onu səslədim. Həmin an Zaur küçəyə qapısının önünə çıxaraq məndən evin həyətyanı sahəsinə gəlməyimi bildirdi. Daha sonra evin həyətyanı sahəsinə daxil oldum. Həmin vaxt Zaurla bir neçə dəqiqə söhbət etdikdən sonra toy məclisinə geri qayıtdım deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Zaurun sözlərinə görə Ordubad rayonunun Nüsnüs kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayıb. Həmkəndlim Niyaməddin ilə heç bir ədavətim olmayıb. Anamı görmək məqsədi ilə Bakı şəhərindən doğulduğum Nüsnüs kəndinə gəldim. Mən anam ilə birlikdə həmin gün saat 12 radələrində həmkəndlim Əlinin toy şənliyinə getdik. Həmin gün saat 16 radələrində həmkəndlim ilə birlikdə masa arxasında əyləşərək yemək yedik. Bir neçə dəqiqə keçdikdən sonra Niyaməddin heç bir səbəb və əsas olmadan bir qədər aralıda əl işarələri ilə məni çölə dəvət etdi. Mən Niyaməddinin bu hərəkətlərinin hər hansı qarşılıq vermədim. Daha sonra Niyaməddin mənim əyləşdiyim masaya yaxınlaşdı. Sözlü mübahisə etməyə başladı. Niyaməddinin ağız qoxusundan içkili olduğunu hiss etdim. Mən namaz qıldığımı Niyaməddinə bildirərək uzaq durmasını xahiş etdim. Niyaməddin daha sonra məndən mağaradan kənara çıxmağımı tələb etdi. Toy məclisindən iştirak edən qonaqlara narahat olmasın deyə mağaradan kənara çıxdım. Niyaməddin nə baş verdiyini barədə sual etdim. Niyaməddin gözlənilmədən sifət, baş və bədənimin müxtəlif nahiyələrdən bir neçə yumruq zərbəsi vuraraq məni döydü. Zərbənin təsirindən yerə yıxıldım. Sonra ora gələnlər bizi aralaşdırdı. Həmin vaxt başımın sol hissəsindən qan axdığını hiss etdim. Daha sonra məni yaşadığım evə apardılar. Bir neçə dəqiqə keçdikdən sonra evin həyətinin giriş qapısından Niyaməddinin məni nalayiq ifadələrlə səslədiyini eşitdim. Sonra Niyaməddin həyətə daxil oldu. Niyaməddin yenidən ünvanıma nalayiq ifadələr işlədərək üzərimə hücum çəkdi. Həmin an Ramillə Ziyəddin Niyaməddini sakitləşdirərək həyətdən çölə çıxardılar deyə zərər çəkmiş şəxs ifadəsinə
belə yekun vurub. Bu cinayət işinə Ordubad rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Niyaməddin 6 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin üzərinə Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.